Baş Dövlət Yol Polisi İdarəsinin həftə sonu yollardakı vəziyyətlə bağlı müraciət yayıb. Yollarda hərəkət intensivliyinin artması qəza ehtimalına təsirsiz ötüşmür. Bu mənada həftə sonları xüsusilə avtomagistrallarda nəqliyyat axınının sürətlənməsi sürücülərdən daha da məsuliyyətli olmağı tələb eləyir. Təəssüf ki, bəzən sürücülərin yola çıxarkən zəruri təhlükəsizlik qaydalarına əməl etməməsi, hərəkət zamanı məsuliyyətsiz davranması həftə sonu ağırlıq dərəcəsi yüksək olan qəzalara səbəb olur. Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, sürət rejiminə ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl eləməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə eləyir. Planlaşdırdığımız səfərin xoş təəssüratla gerçəkləşməsi üçün qaydalara riayət edək deyə məlumatda bildirilir.